Bugün 9'u 6-cı ay 2026-cı ildir. Biz icra hakimi başçısı Malik müəllimə təşəkkürümüzü bildiririk ki, bizə şərait yaratdı. Biz gəldik qəbirstanlıqda abadlıq işləri görməyə. Bəxtiyarı kəndi Qubadlı rayonunun qədimi kəndlərindən biridir. Əsrlərlə yaşı olar. Köhnə qəbirstanlığımız var. 2 qəbirstanlığımız var burada. Bu hazırda biz yandığımız qəbirstanlıq 1961-ci ildə salınıb. Bu qəbirstanlıqda yatanlar əslən Məmmədli kəndindən 1961-ci ildə Bəxtiyarı kəndinə köçürülənlərdir. Köçürülməkdən məqsəd o olub ki, bizim inancımız güclü olub, dinə bağlı ocağımız olub. Qonşu kəndlər bizim kəndə tez-tez gəldiyi üçün Rusiyanın siyasəti, Məkkəli siyasəti, Rusiyanın qarşı, imperiyası buna qarşı çıxmaq üçün kəndi bəhanə ilə, su olmadığı üçün bəhanə ilə 1961-ci ildə məcburi köçürmüşdür. Köçkünlük vaxtı müəyyən hissəsi Bəxtiyarı kəndində yerləşmiş, müəyyən hissəsi Respublikanın digər yerlərinə dağılmışlar. Məqsədimiz buydu ki, bugünkü gündə abadlıq işləri görək. Qəbirstanlıqda 50-dən çox qəbir buradadır. 100-ə yaxın qəbir ikinci qəbirstanlığımızdadır. Burada təmiz işləri görək. Mənfur qonşularımız işğal altında saxlayıb, bugünə qoyub torpaqlarımızı. İndi Allah'a şükür, Allah şəhidlərimizə qəni-qəni rəhmət eləsin, qazilərimizə can sağlığı versin, ailə baş komandamıza can sağlığı versin. Bugünkü gündə azad olunmuş torpaqlarımızda biz yenidən qayıdıb dirçəlmək istəyirik. Yeni nəfəs vermək istəyirik. Yenidən qovuşmaq istəyirik öz torpağımıza. Biz bugünkü gündə kəndim adından deyirəm, minnətdaram ki, bizə dəstək olaraq bugünkü gündə qəbirstanlığımızda abadlıq işləri görməyə bizə dəstək olurlar. Sağ olun. Buradan böyle mi? Bu böyle gelirsen de güzel iyi de kardeşler. Yukarıdaki delge. Ya oralar ne var? Böyle gelin ben. Sattım ben. Gelin ben. Yol asırlar gelin ben.
Hadi deniz bir gün eləyəcəyik. Duruşlarsa yanıma olur. Ha, Allah kaç yaşında yaptı. Hayır. Yaptı da. Allah Ha, ne kadar Murat tutu var ya. Aha. Nizami kimdi? Fahrettin Nizam. Var mı? Bir küçük olsun. Faiz de buna ne? Basaya buna yere yandı bir. Yapalım mı telefonda? Gel bana yapalım. Tanış ki. Mən istəmirəm. Mən gəlmişim, mənim o ata evim tənzdən bərpa olunsun. Bəli. Bəli. Buranın hər bir daşı, hər bir cığırı, hər bir şey. Məsələn, mən şəhərdə böyümüşüm, 3 ay, 2 ay burada olmuşum. O dağlarda gəzmişik. Bura çox müqəddəs yanım mənim. Sadə çinmişik. Həmçində bu yoldaşlar üçün. Hər bir üçün. Uşağımız burada gedir. İndi burada 2 şəhidimiz var. Balaca bir kənd olmağına baxmayaraq 2 şəhidimiz var. Neçə qazimiz var. Neçə dənə müharibə iştirakçılarımız var, ziyalılarımız var. Baxmayaraq ki, bu kənd hardasa bir 50 yaxın ev olur. Burada körpə uşaqlar, anadan təzə doğulmuş uşaqlar, 3 aylıq, 5 aylıq, 1 yaşdan olan uşaqlar günəsin dəyişib gətirib burada dəfn eləmişik onları. Yəni bunu da canlı şahidiyəm mən. Yaşım çox olmasın, istifadə edib söz deyirəm mən. Hardasa bir 30'a, 35'e yaxın burada uşaq qəbri var. Hamısının valideyni də bəllidir. İndi onlar hamısı itib basıb da torpağın altındadır. Onları ücretlərdən qazıb çıxartmaq, onları bərpa etmək mümkün deyil. Yəni mən də bu qədər. Yəni mən bir valideyn olaraq, yəni mənim də qardaşımın da balası burada yatır, bacımın da balası burada yatır. Həmin nəvələr də yatır burada. Yəni. Allah rəhmət eləsin. Kənd hamısı bir-birindən qohumdur qardaş. Allah sizin canınızı sağ eləsin. Gəlib bizimlə bərabər burada əziyyət çəkirsiniz. Çəkiliş aparırsınız, bunu işıqlandırırsınız. Onun bizi böyük bir güc istəyir də özümüzdə. Arkamızda dayanan var kimsə. Allah icra həkimi Malik Sakov'un da canını sağ eləsin. Allah onu var eləsin. Malik Sakov olmasaydı məsələn bu təşəbbüsü kimsə qaldırmışsa da başqası buna baxmazdı bəlkə də. Ona təşəkkürümüzü bildiririk. Allah canını sağ eləsin Malik müəllim. Sağ olun. Mən Azadəliyev Çingiz Atlıxanoğlu, Qubadlı rayon Bəxtiyarı kənd sakiniyəm. Bugünkü gündə biz bura gəlməkdə məqsədimiz qəbirstanlıqlarımızda avalıq işləri görməkdir. Mən hər şeydən öncə Azərbaycan Respublikasının dilbər, gözəl gülşələrindən biri olan gözəl elimdə, obamda bizə nəsib eləyib, qan töküb şəhid olan qardaşlarımızın qarşısında baş əyirəm. Allah onların qəni-qəni rəhmət eləsin, məkanları cənnət olsun. Qazilərimizə can sağlığı arzulayıram. Ali Baş Komandalara minnətdaram ki, bugünkü gündə yenidən biz torpaqlara qayıtdıq, vətənimizə qovuşduq. Bizim üçün əzizdir. Həqiqətən burada olan hər bir daş, hər bir cığır, hər bir iz bizim üçün əzizdir, müqəddəsdir.
Bizim burada Bəxtiyarı kəndində 2 qəbirstanlığımız var. Biri tarixən 1800-lü illərə gedib çıxır. İkinci qəbirstanlığımız 1961-ci ildə Məmmədli kəndinin Rus repressiyasının qurbanı olaraq oradan köçürülərək ölkənin digər yerlərinə köçmüş 50% isə Bəxtiyarı kəndi Qucaqaçaroğulları qəbul etmişdir. Bəxtiyarı kəndində gözəl ziyalılarımız, gözəl vətənpərvər oğlanlarımız, veteranlarımız və bizim burada ən inandığımız, inanc yerimiz, şehitlərimizin məzarı var. Həmçinin 50-yə yaxın bir ev olmağına baxmayaraq, balaca bir deyək kənd olmağına baxmayaraq 3 şəhid vermişdir. Bugünkü gündə bizə dəstək olanları, bizə dəstək olub bu şəraiti bizə yaratdıqları üçün, bu kəndə gəlib abadlıq işləri görülməyə gördüyümüz üçün hər bir zəhməti olan insanlara minnətdarlığımızı bildiririk. Allah hamısının canı sağ eləsin, El-Oba cəmaatının Allah hamısının canı sağ eləsin. Vətəni sevən oğlanlara Allah uzun ömür, can sağlığı versin. Bu vətən bizim üçündür. Biz də bu vətən üçündür. Biraz oğul əsbət evdə də. Demək, Fərəcov. Nəvələr böyüngədirlər. Fərəcov İxtiyar Fərəcoğlu. Gəlin baxın görürüz. Qurbanov zaman. Atasının adını bilmiyor. Buradan okumaq olur. Daşın üstünde yazılır. Görün nə deyirəm? Bir dəqiqə üzr istəyirəm. Olar ki bu 2 budur, 3, 4 yazaq ki bir yanmaya. Yoxsa Bunlar pozulur ki taşı tötür. Bu da qəbirdir. Bu kim oldu hə? Qurbanov isə zaman olur. Qurbanov. Qurbanov İsa Zamanoğlu. adı Paşadır. Paşa kişi. Əslən dibikli deyil, yoxsa Hə, o gözünü götür. Dərgidə var. Baxış Əliyev. Baxşaliyev Sadıq kim oğlu? deyil olur. Sadiq. Gündə izləyəndə. Hüseynova Sədəf Çalmalı qızı. Neyin o Sədər Kalbar qızı bəli. Yana bak Sədər Kalbalı. Oradan yukarıda var. Oradan edip ki oraya Bozma, bozma, bozma. Hüseynov Abuş, Hüseynov Abzər. Allah kişine gene bilir. Yusuf Oğlan'a 9 şeydir. Bəşir kişi. Familyası. Ha, Cətxan babanın dədəsinin adı nədir? Da. Haydi la. Cətxan babanın atasının adı nədir? Yusuf Oba nənə qız, Mehdi qızı. Elə at, el üstünə at. 11 kim oldu? 11 burada var ya. İzzət qızı. Kazım yazıyor. Kazım İzzetoğlu. 12 ha. Oğlusu da Monadoğlu Nesip İzzetoğlu. 11 Muradov Araya İzzət qızı, 12 Muradov Kazım İzzətoğlu, 13 Muradov Nəsib İzzətoğlu. Faiq burada fazla yazılır. O da başqa şey var da ki bu üstüne. Sarı əzmə. Oba, axırı obadır. Ova. Ova. 15'i yaz. 15 bölümlüsü. Sədəf 15. Sədə bu Zübeydən anlatıdır da bu. 15 kim oldu qaqa? Nur Nisə. Nur Nisə. Ölmüsə. Hür Nisə. Deyiliş başqadır, yazılış başqadır kişilər.
Karşında görün ne yazılır? Hürnisə. 15 Hüseynova Hürnisə belə oldu. 14 sədəf, 15 Hürnisə. Bəli, bəli. 14 sədəf, 15 Hürnisə. 16. 16 Kürgüz 16. Hüseynova Gülüş. Kürgüz. Burada gör hansı yeri geçecek ha? Yine onu gətir. Altında ilan var gözlə. Götür korkma ilan. İlan bir tane iyiydi ya. Köməyə 17, 17 yaz yine. Onu götür. Həsənov Vəli. 17 Həsənov Vəli, 18-də Həsənov Əli. Əli. Bax 17. Həsənov Vəli kimi oldu bilmirsiniz? Vəlini bilmirəm. Əli Vəli oldu. Əli Vəli oldu. İkisi də familiyası eynidir. Ata baladılar da. Hə, Hüseynov Vəli qaldı. İndi Hüseynov Əlini yazırıq. On 18. Ulan sən nəyindi? Biri mənim Dayısı. babamdır. Vəli babamdır. Ana Biri də babası. ki dayımdır, Əli dayımdır. Həsənov Əli Vəli oğlu. Allah rəhmət eləsin. Allah cəm dünyasını dəyişənlərimizə rəhmət eləsin, bizimkilər də içində. Allah o bir dünyalarını versin. İndi belə bunların həyatı belə getdi də. 19. Bədəlov Qərbin arxası Qərbin. Bədolov Kərim. Nə malumdur da bu? Naməlum. Bəli, bəli. 20 oldu da. Bəli. İndi ola bilsin ki, indi kənd cəmaatı biləndən sonra bu qəbrin yiyəsi sahibi çıxar da. 20-nin qabağını boş qoyuram ki, yanına məlum kimi bilinsin. Bəli, bəli. Orada Bunu örgən. dəqiqləşdirərik. Bəli. Bədəlova Səmaya. 21 oldu. 21. Nə həssamlıyasın? Buradan başladıq, 22 bu oldu. Abbas oldu gözü. Baharda. Bu Elşadın Elsin babasının əslidir. Abbasov Qara. Qara Əhməd oğlu. Abbasov, hə, Abbasov Qara. Abbasov. 23 oldu. Buranın qurtarında şöyle bunu gəldi. Tamam, kəndlər yazaq gələ, yoxsa elə burada yazaqdan Bəli, yox, orada yazdıqları. 24 nömrəli qəbir oldu. Yusufov Haqverdi Nur Məmmədoğlu. 25 nömrəli qəbir oldu. Babası Zeynalov kullanıyor. Zeynalov kuda verdi. Zeynalov Xudaverdi. Dədəsinin adı yanımda qalmıyor. Zeynal oğlu. Oldu, Zeynalov. 26 Fərəzov kim? Fərəzov bayrağı, Fərəzov güllü hansı yazır? Fərəzov bayrağı, belə Fərəzov bayrağı, 26 oldu Fərəzov bayrağım. Bayram mı diye? Anlatın ya. Anasıdır bu. Fərəzova güllü yaz. Yok yok. Ne bileyim. Ağzaydı. Ağzı. Akol bilen de alsın. Ben kat karşısıyım. Karadova ağzı. Altı bölüm geçmişler. Altı geçmişler. Deməli 26-lı kim oldu? 26 Fərəzova Ağca. Ha. 27 Fərəzov Bayram. İbadoğlu. 28 Fərəzov Bayram Qəfəroğlu. 29. 2 dənə dik. Yazmışdır. Yazmamış, buram yazmamış. Kimdir o? Dadaşov. Dadaş buna da. 3 dənədir. 30'u buyur. Quliyeva Şərəf. Kuliyeva. Quliyeva, bir də Quliyev. Evet. Demək 30 oldu Quliyeva Şərəf Abbas qızı. 31 oldu Quliyev Ziyadxan Şahmuradoğlu. Zeynalov Zeynal Şahbazoğlu. 32 Zeynalov Zeynal Şahbazoğlu. Bəli, kesin də adı 33. Sağ ol, qəbirdir. Bu nenenin mezarıdır. Öyle mi? Yok. Atanın. Yok, birinci nənəm olmalı. İkinci atam olmalı, üçüncü Əbdül. Tamam, bana ben değil. Abdülhamid. Əbdüləm. Abbasov. Yok yok. Azad Aliyev. 33-cü qəbir. Azad Əliyev Atlıxan Talxanoğlu.
34. Azad Əliyeva Qızbəs. Atasını adını bilmirəm. 35. Azad Aliyev Əbdül Xalqxanoğlu. Xanoğlu. Bu neçə oldu? 36? 36 oldu Mehdiyev Ərşad Abbasqulu. Mehdiyev Erşad Abbasqulu. Ha, elə oldu. 37 naməlum. Bu naməlum, bəli. Ona qabağa boşlasın. 20 ilə 37 naməlumdur, Buxar müəllim. 20 nömrəli qəbirlə 37 nömrəli qəbir naməlumdur. Bu hissədə uşaq qəbirləridir. Təqribən 8 nəfər rəhmətə getmiş uşaq məzarlığıdır bura. O bura uşaqların məzar yeridir. 38-dən 45-ə qədər. Bəli, 38 da daxil olmaqla, 45-lə qurtarmaqla. 38-45 arası uşaq qəbiri. Uşaq 8 qəbiri. 8-dən uşaq qəbiri oldu. 8 dənə uşaq qəbiri. Yazıq ha, 8 dənə yazıq. Yanı təmizin, qa, yanı təmizin. Baş taş da var. Baş taş da var. Burada bu ərazidə hamısı uşaq qəbirləridir. O da qeyd olundu, yazıldı. Burada da bir dənə nəsə var. Təmizlik işləri aparırlar uşaq qəbirlərinin. Yeri açılsın. Allah rəhmət eləsin. Hüseynova Gülüş Şur qızı 1910-cu ildə anadan olub, 1974-cü ildə rəhmətə gedib. Oğlu Mehralıdan yadigar. Nənəndir? Allah rəhmət, nənəmdir. Allah rəhmət eləsin. Ölənlərinizə rəhmət. Babam Məmmədli qəbirstanlığındadır. Nənəm buradadır. Allah hamısına rəhmət eləsin. Ölənlərinizə rəhmət. Oltu təmizləmiş şeydən 3 uşağın məzarı var. Adlarım tapmasaq da, adları nə məlum olsa da məzarları durur. Məzarların yeri bəllidir. Bunlar da hamısı uşaq qəbirləridir. Bunlar hamısı uşaq qəbirləridir. Bu ərazinin çox da ərazidir uşaq qəbiri. Mesela biz ad tapa bilmirik də. Yaşla əlaqədar məsələn yaşlı nəsildə heç kim qalmadığı üçün biz də adı təyin edə bilmirik. Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Cəm ölənlərimizə. Demək, Məmmədli qəbirstanlığın qismən təmizlədik, qəbirləri nömrələdik. Cəmi 47 məzar oldu. 47 məzardan bir dənə şəhid qəbridir. Allah rayon icra hakimiyyəti başçısının köməyi olsun. Onun təşəbbüsü ilə, onun köməkliyi ilə şəhidin qəbri tam götürülüb, tam hazırdır. Şəhid qəbrinin yanında şəhidin atasında məzar götürülüb, tam hazırdır. 47 qəbirdən 8 uşaq qəbri olmaqla qalanları hamısı böyük qəbirlərdir. Onlardan da ikisi naməlum qəbirdir. Yəni adı, familiyası bilinmir. Onu da Allahın köməyi ilə şəhərə qayıdıb, şəhərdə qohum əqrəbəsindən adın, familiyasını öyrənib, hamısını dəqiqliklə yazıb, müəyyən vaxt təyin olunandan sonra köçürüləcək təyin olunmuş əraziyə. İndi buradan adlayırıq Bəxtiyarı qəbirstanına. Orada da naməlum qəbirlər çoxdur. Demək olar ki, bir 50%-dən çoxsu tanınmayan naməlum qəbirlərdir. Onları da nizamlayaq, yazaq, nömrələyək, məqamı gələndə, vaxtı gələndə Allahın köməyi ilə köçürsün öz yerlərində. Bu işə bizə kömək eləyən, bu işdə bizə dayaq duran, bu işdə bura gəlməkdə şərait yaradan bütün qüvvəsi olan şəxslərin hamısına minnətdarımızı bildirir. Allah onların köməyi olsun. Allah onlara dünya düzcə ömür versin ki, bu şəraiti bizə yaratdı. Gəldik bu günləri məzarlarımızı ziyarət elədik, təmizlədik. Məqamı gələndə də köçürdəcəyik yaşayış yeri təyin olunan ərazilərə. Sizi bu dünyaya bəsləyən atanızdır, Cəlal müəllimdir. Cəlal müəllim çox gözəl insan idi. Vətənpərvərdir. Öz elin obatına qayğı göstərəndir. Mən o ki, nə qədər zanı bədməkdir ki, Allah onu gəlir rəhmət eləsin. Sizə canınız sağ olsun, var olasın. Siz bizimlə birlikdə əziyyət çəkirdi burada. Bu qəbirləri yeri təyin eləməkdə, nömrələməkdə çox sağ olun. Minnətdarıq. Allah rəhmət eləsin hamısına. Allah gəlir.
Görülen işten gül iyi gələr. Bu da bizim ikinci qəbirstanlığımızdır. Bəxtiyar kənd qəbirstanlığıdır. Şəhidimizdir, Rasimdir. Allah cəmi şəhidlərimiz qəni-qəni rəhmət eləsin. Məkanları cənnət olsun. 19 yaşında şəhidlik zirvəsinə ucalıb. Qədimi qəbirstanlığımızdır bu da bizim. Əsrlər, bəlkə də əsrə yaxın yaşı var. Qədimi bir qəbirstanlıqdır. Bugün biz də burada abadlıq işləri görürük. Burada işləyənlər hər birini Allah canı sağ eləsin. Bizi bura göndərən, köməklik edib, təşkil elədikləri üçün minnətdarlığımızı bildiririk ki, bu belə bir yerdə qəbirlərimiz qalıb, təmizlik, abadlıq işləri görürük, açılış rəyyan. Çox sağ olsun, minnətdarıq hamıya. Allah köməyiniz olsun, Allah bütün şəhidlərimizə rəhmət eləsin. Mən də ilk növbədən Malik müəllimə təşəkkür edirəm. Allah razı olsun, bizim qəbirstanlarımızı bərpa eləyir, Allah köməklər olsun. Allah razı olsun, Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bugün biz böyle yarışmada bizim məqsədimiz qəbirstanlıqlarımızı bərpa eləmək, təmizləmək, abadlıq işləri görmək. Şəhidlərimizin sayəsində bugünkü gündə biz torpalara ayaq açıb gələ bilirik. Allah onlara qəni-qəni rəhmət etsin. 18 yaşında sinəsini gürləyə sipər edən Rasim deyən o. Allah qəni-qəni rəhmət eləsin. İlk öncə mən birinci Malik müəllimə təşəkkür edirəm. İkinci də Allah sizin də köməyiniz olsun, Vüqar müəllim, Hüseyin müəllim, təşkil eləmişsiniz. Gəlmişik bugünkü gün bura, qəbirstanlıqlarımızı bərpa edirik. Bu vəziyyətdə olan qəbirstanlığımız səbəbkarları bilir ki, mənfur düşmənlərimizdir. Bugünkü gün bizim çox şəhidlərimiz var. O şəhidlərimizdən də biri bizim Rasim qardaşımızdır. Allah bütün şəhidlərə rəhmət eləsin. Allah bu qəbirstanlıqda, hər iki qəbirstanlıqda yatan bütün ölənlərimizin hamısına rəhmət eləsin. Əziyyətli də olanların hamısı haqqını halal edilsin. Hamı əziyyət çəkir. Burada olanlar var, olmayanlar var, müəyyən səbəblərdən gəlməyənlər var. Yəni açıq məlum məsələdir ki, yəni hamı gələ də bilmir müəyyən səbəblərə görə. Allah hamımızın köməyi olsun. Təşəkkür edirəm. Sağ olun. Elbar gəlin bəri də. Gəl, bəli, gəl. Aç. Məzarımız da Sveta müəllimənindir. Yəni Bəxtiyarı kənd məktəbinin müəlliməsi olub. Çoxumuza dəstəyib. Allah o biri dünyasını versin, Allah rəhmət eləsin. Hələ 40 mərasimin verəndən sonra məcburi kənddən çıxdıq. 93-cü ildə. Allah rəhmət eləsin. Allah keçənlərimizin hamımızda qəni-qəni rəhmət eləsin. Allah rəhmət eləsin. Bugünkü gündə anırıq ki, belə bir müəlliməmiz olub, gözəl belə bir insan olub. Allah etməli və qəni-qəni rəhmət eləsin. Torpağı tanı balalarına xeyir versin, nəvələrinə xeyir versin. Çox gözəl müəllim olub, gözəl kənd
kəndimiz olur. Sayılıb seçilən müəllimlərdən olur. Allah yenə deyirəm, qəni rəhmət eləsin. O oğlanlarına səbir versin. Allah rəhmət etsin, bəli. Sağ olun qardaş, Allah köməyiniz olsun. Təşəkkür edirəm. Hamımız zəhmət çəkirik bugünkü gün. Ən həssas yerlərimizdir qəbirstanlıqlarımız bizim. Yəni mənim anam da həmçinin. Allah bütün ölənlərə hamısına rəhmət eləsin. Bizim də valideynlərimiz həmçinin. Allah rəhmət Onların eləsin. yüküdür ki, bugün gündə biz burada təmizlədik. Sağ olsunlar. Var mənim sizə sağ olun. Yəni işıqlandırırsınız bugünkü biz gördüyümüz işləri, əziyyətlərimizi işıqlandırırsınız. Təşəkkür edirəm sizə. Bax birinci zərgə buradır. İndi keçək ikinci zərgə. Birinci zərgəni tamamlayaq. Valla mən Seydin üstə bura gəldim. Qocamdan aşağı idik orada. Gelip bir daha bakmak lazım. Baxın görün varsa buranı təmizləyin. Yox, fotbol bile ara yol at bile. Başkanım, sonra deyəsən burada bir daş qoyarıq. Yazar ki, tərəfçinin adını yazaqlar ki, naməlumdur. Bir nömrəli qəbir. Demək, Məmmədli qəbirstanından qurtardıq. İndi keçdik Bəxtiyar qəbirstanı. Bəxtiyar qəbirstanında müəyyən işlər görülüb, təmizləmə işləri görülüb. Qəbirlərin üstü çox bərbad vəziyyətdədir. Qanqal, ot adamdan böyük. Qəbirlərin böyük əksəriyyəti naməlumdur, bilinmir, dağıdılır. Birinci qəbirdən başlayırıq. Birinci bir nömrəli qəbir. Şirinov Aslan. Əslan gedir. Aslan. Orada atasını bilmirəm ha. Onu kimdənsə soruşar. İkinci qəbir. Şirinova sona. Şirinova. Sona. O atasının adını bilmirəm da. Şirinova sona. Üçüncü qəbir, şəhidimiz, Allah rəhmət eləsin, yeri cənnət olsun. Bugün bunların hesabına biz bu azadlıqda, bu torpaqlara gəldik, çıxdıq. Allah Ali Baş Komandanımızı qorusun, Allah bizə başımıza kömək olsun. Bizim bu vaxtlar öncə başçısının təşəbbüs hesabında bu büstlər götürülür, hamısı normal qaydasındadır, Allahın köməyi ilə. Yenə hara məsləhətdirsə, bu şəhidimizin qəbri buradan dəyişiləcək, təyin olunmuş yerə. Allah rəhmət eləsin. Üçüncü qəbir, Zeynalov Rasim Yanvaroğlu. Birinci Qarabağ müharibəsi şəhidi Zeynalov Rasim Yanvaroğlu. Ağır Seyidov var, ağır Ocaqov var. Dördüncü qəbir Zeynalova Zeynalov Behbud, hə. xanımın qəbridir. Zeynalova Rəfşəndə Behbud qızı. Ağır Seyid olub. Behbud qızı yox. Zeynalova Rəxşəndə Behbud yoldaşıdır. Nə idi babasının adı? Allah rəhmət eləsin. Ağır Seyid olub. Allah rəhmət eləsin. Tavaf gelirik. Keçdik 5-ci qəbir. Zeynalova Behbud. Zeynalov Behbud. Bəli. 6-cı naməlum. Seyid Rəxşəndənin yoldaşıdır da Zeynalov Behbud. Bəli. Kim oğlu? Əvvəl onu da dədəsin. Ev yok. 6-cı məzar nə malumdur? 6-cı məzar nə məlum? Üstünü nömrələmiş. 7-ci məzar mənim qocamdır. Zərəfşan, Məmmədova Zərəfşandır.
Bu 8-ci məzar. Babamdır Şükür bəy. Bizim Bəxtiyarının, yəni bu zaman demək olar ki, ağsaqqallarından biri olub, Şükür bəy olub. Bəli. Bəy nəsil olublar. Yəni mən onun nəticəsiyəm. Şükür bəy. Şükür bəy. Yəni bunun Qubadlı qəzasında Gözlü bəy oldu da. bəli. Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Bunun başdaşın biz səhvdir. O oranın başdaşı, bunun başdaşını götürüblər. Məmmədov Şükür. Səhv eləmirəmsə Sarı bəy olub atası da. Sənin tək Mövlan qızı. Mövlan qızı Zərəvşan arvadı. Mövlan qızı. Bu Mövlan. Zərəvşan Mövlan qızı. Deməli 8, 9-cu. Bəli, 9-cu da Ayaq var zaten. mənim əmim olub. Hüsü, Məmmədov Hüsü. Bəli, Məmmədov Hüsü. Hüsü Şüküroğlu. Məmmədov Hüsü Şüküroğlu. 10-cu qəbir mənim anamdır. Ağayeva Svetlana Dadaş qızı. Yəni müəllim olub, bizim məktəbin ziyalılarından da biri mənim anam olub. Bəxtiyar məktəbinin. Bəli, Bəxtiyarı 8 illik. 8 illik Bəxtiyarlı məktəbinin ibtidai sinif müəlliməsi olub. Allah rəhmət eləsin. Allah rəhmət eləsin. 10-cu qeyd elədin. Zeynova, Svetlana kim yox? Ağayeva Svetlana Dadaş qızı. Ağayeva Svetlana Dadaş qızı müəllimə. Aşağıdakı kimin qəbri idi dedim? Deməli Məmmədin. Məmməd. 11-ci qəbir Qurbanov Məmməd. Ataların adını mən bilmirəm. Onu aydınlaşdırasın. Onu aydınlaşdırarım. Bəs o Seyidin qəbri hardadır? Seydin Aşağıda. Aşağıda da aşağıda. O da Məmməd idi. Məhəmməd. Məhəmməd. Onu kim yazdı? Onu kim yazdı? Təmirdir, təmirdir. Sən çıxar atarlar onu. Kim aparırdı? 12 rəqəmi müqəddəs rəqəmdir ha. 12 imamdır. Allah rəhmət Gəldi. Hə, Allah Seyidimizə rəhmət eləsin. Amin. Allah köməyiniz olsun. Sevgilər. Bizim Seyidimiz olub. Yəni ağır Seyid olub. Bu Seyid Məhəmməd ağa Ləpəkqaranlı kəndində yaşayıb. Özünün vəsiyyəti olub ki, mən rəhmətə gedəndə məni Bəxtiyarlı məzarlığında dəfn edin ki, insanların gəliş-gedişi, ziyarəti çətin olmasın. Belə də bir danışıblar ki, biz uşaq idik, nələrimiz danışırdı ki, may ayı ərəfəsində rəhmətə getmişdi. Çayın da bizim Bəlkət çayı may ayı ərəfəsində olmaqdan. çox gür sulu çaydı da. Buyurublar ki, ağa, yəni çayın bu vəziyyətdə biz səni aparıb dəfn eləyə bilmərik də. Deyib ki, siz narahat olmayın, siz dəfn eləyib qayıdın. Yəni Seyidi gətirib dəfn eləyən vaxt çayın qırağına gətirəndə çay sərilib, 2 yerli bölünüb. 2 yerə bölünüb. Çay olub dizdən aşağı. Cənazəni Gətiriblər, dəfn eləyiblər, qaydanda da yəni həmən eyni vəziyyət, cəmaət heç bir əziyyət çəkməyib. Yəni bu cür bizim ocaqlarımız, bu cür bizim yəni övliyalarımız, seyidlərimiz olub. Allah rəhmət eləsin. Getdik saat nömrəyə də gətirdi, elə çıxdı ki 12 rəqəmdəki bizim müqəddəs rəqəmdir, 12 imamlardandır. Bu seyid də 12 imamların yəqin ki törəmələrindən, yəni səcərəsindən olan seyidimiz olur. Allah bütün seyidlər... Allah rəhmət eləsin. Demək, uşaq vaxtı, biz uşaq olanda deyirdilər ki, gecələr bu məzarın üzərində şam yanır. Çox maraqlı, bizə də maraqlı gəldi. Gəlib oradan çıxırdıq ora yastana, oradan baxırdıq ki, hə, buradan neysə yanır, nur saçır buradan. Bax, həmən qəbirdir, həmən məzardır, həmən seyiddir. Yəni hamı da şahid olmuş. Bəli, yəni biz uşaqlı vaxtı bunu görmüşük. Allah rəhmət. İnaz yerimizdir. Allah rəhmət eləsin. Qismət olarsa arası dəfn olar, bunun üstünü kümbəzinə götürür. O da qəməzaldır. Yox, O Mirhəb olmalıdır. Mirhəb ol. Mən yad. Onun yanındakı da Seyiddir də. Mənim qocamın qardaşıdır. Yəni nəyə görə bilirəm? Xoşki qocam demiş ki, məni bastı onun yanında, biz bastırmadı, yoldaş yanında bastı. Sonra Rasim Erol, inansın Allah. Evladıdır, mövliyalardandır. Demək, 13-cü qəbir. 13-cü qəbir. Qabaqdan yazmaq imkanı olmadığına görə, şərait olmadığına görə saçın arxa hissəsindən yazdıq. Deməli, Mir Həbib. Mir Həbibin, bəli. Allah rəhmət eləsin. Allah rəhmət eləsin. 13-cü qəbir, daşın arxasına yazdım. 13-cü qəbir Mir Həbib. Mirhəb. 12-ci qəbir, soyadım bilmirik.
Amma bayaq dediyimiz kimi Lafaxeyradan gələn Seyiddir. Seyid Məhəmməd. 13-cü Məhəmməd, Seyid Məhəmməd, Seyid Məhəmməd. 13-cü nömrədə o da Seyiddir. Mir Həbib. 12-13 12-ci Seyid Məhəmməd ağa. 13-cü qəbirdə Seyid Həbib ağa. Allah rəhmət eləsin. 14-cü məzar, 14 nömrəli məzar. Ad familiyasını dəqiq bilmirik. Nömrə qoyub yazırıq, gedib qohumlarını öyrənib yazacaq. Adın, familiyasını, soyadın dəqiqləşdirəcək ki, məzara götürülən vaxtda adı yazılsın. Allah rəhmət eləsin. Amin. 15 Qurbanova Humay. Kimin qəbri çıxmadı bu? Xələdin qəbri. Bunda 15 Qurbanova Humay. nəvələri Mahirdir, Tahirdir. İndi onlardan da dəqiqləşdirəcək. Ata adını dəqiqləşdirəsiz də oradan. Bəli, Qurbanova Humay olmalıdır. Hüseyn'e dedim de yazardı. Aba. Bilinir adı. Humay. Ne? Heydər o. Heydarov. Ya ne? Humay. Qurbanova Humay. Kim o? Kim qızı? Ha ol bilmir. Fərəcin o nə bilim indi orada Mən görə dedim ki, hamı kökündə qoyub təmizləyək qəbri. Bu qəbirstanlığı da qismən təmizləmə elədik, gücümüz çatan işləri gördük. Demək, bu qəbirstanlıqda naməlum, bilinməyən deşik qəbirlər çox. İndi biz haradasa müəyyən hissəsini işləmişik. Qalan hissəsini axtarıb, tapıb, nəsə eləmək qeyri-mümkündür. Haradasa bir 30-dan çox qəbir də elə yerlərdədir, yer böyrü dağılıb, daşlar təmiz götürülüb, yoxa çıxardırılıb. Bilinir ki, burada qəbir var. Amma kimə məxsus olduğu, nə olduğu bilinmir. Bir 30 dənə naməlum qəbir var. Onu da necə naməlumdur? Belə deyək də, 17-dən haradasa 50-yə, 60-a qədər belə naməlum qəbirlər. Onları da yəni elə vəziyyətdədir ki, bir nömrə qoyub naməlum kimi yazmaq olar. Yoxsa belə bilinmir. Kimdir, nədir, nəçədir, qohum əqrəbəsi də bilinmir, tanınmır. Tam yox olmuş, məhv olmuş qəbirlər. Kim oldu bunun adı? Fərəc 2. Onun familiyasını bilmir. Familiyasını şeydən sonra Elxan bilər. Siz bir dəqiqə zəng edin, mən soruşum familiyasını. Vüqar müəllim, zəhmət olmasa bu görüntünü belə bir verin. Bura elə vəziyyətdədir ki, burada 93-cü ildə də, 92-ci, 93-cü ildə Qaçaqas dövründən qabaq ara qarışan vaxtda müəyyən qəbirlər var ki, dəfn olunub. Amma üstünə heç bir daş və yaxud da nəsə bir görüntüsü onu müəyyən edən bir nişanə yoxdur. Ona görə də haradasa bir 30 qəbir adsız, soyadsız və yeri bilinməyən məzarlardır. İndi işlənən vaxtı təzədən bu ot əncəl tam yandırılmalıdır ki, bilinsin harada nə var. Belə biz bunu heç eləməliyik. Bugün də burada biz psixoda vurmaq olmaz ki, diri alışlar yanar, ərazini söndürmək olmaz. Bunu müəyyən orqanlarla məsləhətləşib, qalan məzarları axtarıb tapmaq olar. Yoxsa belə indi bu günlər nəsə demək qeyri-mümkündür. Bugün bu qəbirstanlığında işin müəyyən qədər yekunlaşdıq. Əlimizdən gələn nə varsa hamısını elədik. Müəyyən qəbirlərin yerləri bilinmir, onlardan naməlum kimi yazdıq. Yəni heç bir qohum əqrəbəsi yoxdur, tanınmır, bilinmir kimin qəbridir, nədir. Onu da naməlum kimi yazıb həll edir. Dünən də texnika salındı bura, qəşəng yolumuz açıldı. Texnikanın bura girməyə bizə çox kömək elədi. Bu qanqallar ağacdan böyükdür, boy vermir gedib girməyə, nəsə axtarmağa. Dünən texnika salındı bu qəbirstanlığa da, o birisi qəbirstanlığa, iki qəbirstanlığa ikisi yol açıldı, təmizləndi. Tam əl gəzdirildi. Müəyyən işlərimizi gördük. Qaldı ardınca, arxasınca nə tapşıq olsa onu da Allahın köməyi ilə yerinə yetirəcəyik.
Bəli, bura gəldiniz. Burada mən Sinanın qazısına gəldim. Hörmətli kənd ərazisi, Bəxtiyarlı da razıdır. Bəli. İndi gedək o yerinə baxaq. Hə, Göyərci qəbristanının yerinə də baxaq. Çox vaxt itirmək məsləhətdir. İki variant var. Ya təzə harda kənd salınırsa, həmən yerə getsin, biz də öz şəhidimizdən fəxr edirik. İkinci də ki, şəhidlər xiyaban... Maaş mənim elə demir, əziz. O qərarı, o şəhid təşləndir, o şəhid mənimdir. Başa düşürəm. Biz razılaşmalıyıq o zaman. Sana yəni mən də başa İki variant var. Ya o təzə kəndə format gəlir. Nasıl o təklif edir? Gələcəkdə mənə təklif var bu şəhər rəhmətliyin adına. Ona görə də kəndin ərazisində Yox, yox. Danış belə ol. Olsun, yaxşı. Bir şey deyim sizə bir dənə. Şəhid anası da o təklif elədi. Orada maaşdan gəldi. İkisi də Göyərci İnzibati Ərazi Dairəsi gələcəkdə hələ o bilinmir layihədə harda olacaq, necə yerləşəcək. Onu da gözləyə bilməyəcək. İndən elə köçürək Göyərci İnzibati Ərazi Dairəsini. Sonra bürsün, əgər gələcəkdə rəhmətə gedənlər əgər istəsəz ki, başqa bir yerə artıq dəfn eləməyi, onda köçəndən sonra danışaq. Yəni kənd bəlli deyilsə, hara köçürüləcəksə, bu qəbristanlığa necə köçürülür? İnzibati ərazisinə. Yox, təşrifdir. O sizdən gələn Yox, təklif deyəndə ki, indi bizə bu cür deyilir ki, yəni qəbristanlıq o ərazi. Yəni yaşayış ərazisi olaraq. Yəni biz qəbristanlığın köçürüləcək Göyərci ərazisində mənim sən yaşayış ərazisi olaraq məhsul müskanlıda yer. O mümkün deyil. Mən sizə belə bir şey deyim. Bu dəqiqə mən müskanlığım. Hətta elə hal məmərli deyim. Heç bir layihə yoxdur. Bunlar da biz Layihə də yoxsa mənim qəbristanlığımı necə köçürülür? faktiki bu dəqiqə Göyərci İnzibati Ərazi Dairəsi var. Ərazisi dairəsi burada haradır, biz bilək haradır. Bizim yaşayış ərazimiz hara gedir? Məmmədliyə köçə, məsələn bu deyir ki, yox. Bu deyir ki, mən deyirəm qəbirlərimiz köçə, bu deyir yox. Birincisi yaşayış yerimiz, kəndimizi deyir. İndi kəndin yerinə gedək qabaqdan. Bəli. Qayıdıb gedəndən sonra kənd cəmaatı evirsə. Sonra müəyyən elə, oradan da yükşə bir yerə. Bəli, İndi gedək oradan baxaq. Aşağı görün, orada böyük şəhər var. Hə, Göyərciyin yanında. Hə, yolda baxaq, oradan bax, o dərə yuxarı. Bax, yarısında əvvəldən buradan yolumuz var. Bəli. Bu bizlik deyil, bu kənd cəmaatı. Zəngər. Bura Göyərci. Bəli, havasına baxın. Durandan mən buradayım, mənim mədənim cənabı yox. O da Göyərbaşı'nın yerində. Göyərbaşı kəndi. Təbiət veribdir, təbiət dəyişirdir. Meyvə ağaçları, Aşağı. parlayılan ağaçlar. Sənələr götərir. Məndən xoşuma gələn o Göyərbaşı. Hə, dönənmədim, yerini tapmadım. Gedənmədim, tanımadım. İmamzadə var burada, Respublika'da bir tanedir. Biri bizdədir, biri Beyləqandadır, biri Gəncədədir. Bura Burada bu yol yoxdur. Birazdan sonra bura ən gözəl yerdir. Bura çıxmaq. Bax. Gedək onunla. Bu dərələr hamısı bulaqlar. Dərələr hamısı bulaqlar. Qalan qərarı ucaya. Yəni sizin təklifiniz 2 dənə oldu. Məmmədli kəndi bir də bura. Məmmədliyin qəbristanlığı 30 yer deyil. 30 yer. Bax, 30 yer yox. Bax, 100 yer Məmmədliyin qəbristanlığı. O təpənin başına var, kolluq var, 3-4 dənə kolluq var. Bax, o tək ağac var. Onun yanları hamısı qırılacaq. 9 iyun 2026-cı il. Gəlib çıxmışıq Göyərciyə. Bəxtiyarının məzarlığın gəldik, təmizlədik müəyyən hissəsini. Orada 2 məzarlıq yerləşir. Biri Köhnə Məmmədlinin, hardasa 200 il bundan qabağa düşür. Biri də 61-ci ildən sonra salınan məzarlıqdır. Məzarlığın müəyyən hissəsini təmizlədik. Müəyyən işlərini, təmizləmə işlərini apardıq. Allahın köməyi ilə ora su ambarına düşdüyünə görə köçürüləcək kəndin ərazisində kənd hara salınacaqsa həmin hissəyə. Allah şəhidlərimizə rəhmət eləsin. Allah icra başçımız Malik İsaqova dünya durduqca ürək istəyə qədər sağlam candan ömür versin. Onun təşəbbüsü nəticəsində müəyyən işlərimiz görüldü. Allah prezidentimizi qorusun. Onun dəmir yumruğu xalq birliyi, birlikdə, xalq birliyinə bir yerdə olmasına görə, şəhidlərimizin birliyinə, qanı bahasına bu torpaqlar alındı. Allah qazilərimizə də salamat candan ömür versin, sağlam candan ömür versin. İndi gəlmişik burada Göyərci ərazisində Bəxtiyarlı kəndinin
yerləşməsi, qəbirstanlığın salınmasına görə müəyyən yer müəyyən edir. O da indi biz müəyyən yerləri çəkmişik, yəni təxmini nəzərdə tutduğumuz yerləri aparaq məsləhət ilə kənd cəmaatı ilə, rayon rəhbərliyi ilə, xəritə çəkmə institutu ilə da məsləhətinə kənd normal, yaxşı bir yerə köçürülsün. Allah qoysa işimiz də ardıcıl bundan sonra davam olunacaq. Allah bu işin təsəbbüskarlarına kömək olsun, canlarını sağ eləsin, cəmaat da sağlam canla gəlsin yerində yurdunda yaşasın. Dayandığımız bu ərazi Uyublaq ərazisidir. Bu yerdəki demək Bərküşat çayının sağ sahilində Bəxtiyarlı, Müskanla, Göyərciyin arasında. Bu əraziyə də kənd salmaq olar. Göstərən özü belə boş yerlərdir. Burada böyük paselka salmaq olar. İndi bu yerdən nəzərdə tutulub yaşayış üçün. Yəni öz belə deyək də təklifimizi biz veririk ki, burada da kənd salmaq olar. Yenə müzakirə olunsun, baxılsın, məsləhətləşsin. Məsləhət olar bura və yaxud da məsləhət olar Göyərcidən salınarkən. Yəni buralarda yaşayış üçün çox gözəl, mənzərəli, hər şey qaydasında olan bir gözəl yerdir.